Səidə Dadaşovanın saçlarını dəyişdik, yeni renk və yeni qaynaqlar etdik. Videonu çevirməyin və Səidə xanımın öz dilindən eşidin. Və budur, Səidə xanımın saçlarını dəyişdik, yüngül kəsim etdik. Aşağı hissələrinə öz saçını taxdıq, qırmızı ton etdik və üst hissələrinə tünd ton. Və Səidə xanım, istəyirəm öz fikrinizi bildirəsiniz. Zəhmət olsa başınızı yana verin. Necədir, nəticə sizi qaynə edir? Möhtəşəm. Zaten Saniko ustamızın əl işinə heç birimizin şübhəsi də yoxdur. Mən deyirəm ki, halal olsun Saniko. Çox sağ ol. Hər zaman bir toxunuşunla harikalar yarada bilirsən. Çox sağ ol. Gör neçə illərdir keçsə, amma hər zaman öz işinin peşəkarısan. Çox sağ ol. Və buna görə də mən bütün xanımlarımıza da deyirəm ki, yolunuz məhz Saniko ustamızın yanında olsun. Və bir şey deyim ki, Səidənin ən radikal dəyişiklikləri mənlə olub. Bəli, bəli. Yadındadır, bob kare. Heç vaxt demişdim, etdirməmişəm. Etdirməmişəm, heç vaxt. Saç səhifədə də var və dedi ki, misal üçün, mən belə eləyə bilmərəm, bu mənə yaraşmaz. Çox risk elədim. İnsanlardan da fikirlər gəlir ki, çox maraqlı olur. Və o zigzag kəsim, yəni çolqamın zigzag kəsilməsi. İllər məndə oldu. Həmişə gözəl. Əsas odur ki, razısan. Çox sağ ol, əlbəttə ki, möhtəşəm. Nə xoş ki, mənə sizi kimi dəyərli bir xanımın. Çox sağ ol, mən də Saniko. Var olasın, hər zaman gözəllikdə.